Əfsanəvi aktyor Jackie Chan bugün səhər saatlarında Bakıya gəlib. Doğru Xəbər Azərbaycan məlumatına görə aktyor paytaxtdakı otellərdən birinə yerləşib və bu gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Jackie Chan Tanrının Zireyi 4 Ultimatum beynəlxalq macəra filminin Bakıdakı çəkilişlərinə başlayacaq. Məlumat üçün bildirək ki, ötən gündən sosial şəbəkələrdə aktyorla Bakıda çəkilmiş kimi təqdim olunan çoxsaylı fotolar yayılıb. Lakin dünən paytaxtda olan şəxs Jackie Chan'ın özü deyil, onun dublyorudur. Dublyor Bakıda çəkilişlərin aparılacağı məkanlarda olub. Eyni zamanda bəzi fotoların süni intellektlə hazırlanması da istisna edilmir. Xatırladaq ki, Armor of God for Ultimatum, Tanrının Zireyi Ultimatum adlı filmin 4-cü hissəsinin çəkilişləri Azərbaycan və Qazaxıstanda baş tutacaq. Aktyor söz gedən filmdə məşhur Asian Hawk, Asiya Qartalı obrazını canlandıracaq. Kadrlarda İçəri şəhər, Dağüstü Park, Bakı Funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı görünəcək. Qeyd edək ki, Tanrının Zireyi 4 Ultimatum filminin premyeryasının 2027-ci ildə baş tutması planlaşdırılır.